Nur surəsi 55-ci ayə. Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə yalnız mənə ibadət edərlər, heç nəyi mənə şərik qoşmazlar deyə. Onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi, onların da müşriklərin yerinə gətirəcəyini möminlər üçün onların Allahın özü bəyəndiyi dinini, İslamı, yəni möhkəmlədəcəyi, hər tərəfdə yayacağını və onların qorxusunu sonra əmin-amanlıqla, arxançılıqla əvəz edəcəyini vəd buyurmuşdu. Bu ayə danışır İmam zamandan. Bir neçə ayə var Quranda. Təbii ki, açıq qarşıda ayəmiz yoxdur Quranda, amma işarələr var da. Ayə baxan bilir ki, belə gələcəkdə elə bir insanlar olacaq ki, onlar layiqdirlər, yer üzərində ilahi nümayəndə olsunlar. Onların biri bu ayəmizdir. Bu ayədə nə alınırıq biz? Bu ayədə vədə, son qələbə, yəni son qələbə kimindir? Xilafət və yer özünün varislik müjdəsi verilən şəxsdir. Onlar varisdir, onlar xəlifə olacaqlar. Yaxşı iş görən möminlərdir. Orada istizaf, yəni nədir istizaf? Zəif. Zəiflik ayəsinin əksini olaraq, yəni möminlər həmişə zəif qalacaqlar, möminlər zəiflər, kasıblar, dilənçidirlər, dili yox. Ayə diqqətlə bu ayədə nə danışır? Danışır gücdən. Güc sahibi xəlifə olar da, başçı olar. Möminlər həmişə zəif qalacaqsa, zəif qalmalıdırsa, zəif qalmalılıq həmişə qul ünvanındadırsa, rəhbər olmayacaqsa, bəs bu nə ayədir? Ayə sənin fikrin əleyhinədir. Ayədir ki, zəif görünə bilər. Əslində o güclü olduğu üçün başçı olur. İstizaf ayəsinin əksi olaraq zəiflik, məhrumiyyət və məzumiyyət barəsində təkid olunur. Yəni bunun əksinədir. Yəni zəif niyə məhrum olsun puldan, vəzifədən? Niyə bu zəif həmişə məzum olsun? Müvəqqəti zəifdir, amma gələcək bunundur. İdeoloji, əxlaqi və sair xüsusiyyətlər barəsindəki təkid olunur ki, hər bir cəhətdən zəiflik, hər bir cəhətdən sonra nə olacaq bu adam? Güclü olacaq. Və əslində xüsusi bir əqidə, iman və rəftarın qələbəsi və hakimiyyətin müjdəsi verilir. Başqa sözlə, bu ayədə imana çatmış, həqiqəti tapmış və doğrunu sevən insanın qələbəsi vəd olunur. Bu qələbədə müjdə verilən şeylərdən biri xilafət, yəni nə? Yəni qüdrətin ələ keçirilməsi və digərlərinin qüdrətdən kənarlaşdırılması və digəri birinin bərqərar olması, gələcək filan kəssə, gələcək Allah sevən deyən insanlar. Yəni bütün əxlaqi və ictimai İslam dəyərlərinin ədalətli, təqvadır, şücaətli, məhəbbət, ibadət və s. həqiqətə çevrilməsi və üçüncüsü, ibadətdə istənilən növ şirkin inkar olunmasıdır. Vaxt bitsə, mən bu davam edəcəm. Tabi birinci hissəsi verə ora kimi bitirim deyə. Əraf 128. Bunlar asan cümlə olduğu üçün mən daha bunu izah eləmədim. Allah deyir ki, Musa öz tayfasına dedi ki, Allahdan kömək diləyin və səbr edin. Yer özü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. Allah kimi istəyir? Kim ki Allaha istəyir? Allah da baxır ki, bu adam bəndə mənə istəyir, mən deyəni eləyir, niyə varis olmasın? Yəni nə? Aqibət, dünyada zəfər, axirətdə yüksək məqamlar müttəqilərindir. Kim ki müttəqidir, Allahın varisi salır üzərində. Yəni Allahın qanunu budur ki, işin sonunda təqvalı şəxslər yer üzərində varis olacaq. Bəs hanı dilin zəiflər kənarda qalacaqlar, zəif məhrumdur hər şeydən. Allah zəifə xəlifə müjdəsi verir. Biz bəzi halı mən demişəm, özümüz belə zəif göstəririk, dilənçi kimi. Baxsan demişəm, ehsan yığalan 90% dindarlardır. Bunların canın tənbəlliyi var. Ancaq zikirliyə Allah bizə ruzu verəcək. Ancaq mən ehsan verin. Bu pis fikir deyil bu. Həqiqətən. Fikir verin. 90% dindarlardır imkansızlar. Niyə? Niyə də axı? Niyə? İşləmək istəmirlər. Düşün, şuarca ehsan verin. Niyə axı sən ehsan verim? Sən borcun var. Bir var işin düşür çətinliyi o heç.
Əl nağın var, məndən artıq adamsan, niyə işləmirsən ki? Kimdir iş yoxdur? Mən demişəm də adam var ki, alimdir, amma belə, deyirəm, maşın yuyur, küçə süpürür. Bizim camımızda bu tənbəllik və dua xəstəliyi var. Dua elin filan şey orada, dua var ya, amma əməldə olmalıdır axı. Axır illər dindarların evini yıxdılar bu zikirlərlə. Sizin evinizə yıxıblar, açığı deyirəm.